Və ikincisi başlayır. Birincisi də hələ ki bərabərlik izlədik biz. İkincisi də görək nələr gözləyir bizi. Hüseyin zərbəsinə imkan vermir Rami. Şamil İsrət imkan vermir Şamilə. İskəndər Sənan Əli alır qapısını, özü də hücuma çıxır, pası da kəsəlanır, amma oyun var idi burada. Oyun bərpa olunur. Sənan yenə Sənan Sənanı yerə yıxırlar. Fuatda top var. Mərkəzə ötürməsinə İskəndər imkan vermir. Ravin zərbəsi də alınmır. Hələ ki qapını topla döyməyə çalışırlar. Mərkəzə Səlbət təhlükəlidir. Bu dəqiq alınmalı. İskəndər Rami Əli imkan vermir. Qapı boş. Yeniden Əli Sənan Oy zərbə istədiyi kimi alınmır. Valeh riskli keçir Valehdən. Zərbəsi alınmır. Sənanda top. Hüseyin yenə topu ələ keçirir. Hüseyin abi ötülür. Fuat çəkir topu. Bomboş Ravi gedişdirir Ravi topu. Sana Hüseyin gözəl mübarizə aparır, amma top itirir üçün birə. Sənan neyniyəcək? Ötürür. Ay boş idi qapıya vursa məsləhətli idi Nüsrət. Əli ötürmə. Fuat çəkir. Zərbə. Yana vurarlar. Üçün bir epizodunu vura bilmir Kanets komandası və Qarabağ komandası qola imza atır. 2-1. Rami Şad Sun ötürmə alınmır. Top meydanda qalır. Valehin reydi və zərbəsi bir-birinə uyğun olmadı. Fuat Türkçə Qarabağ komandası. Ravi qabağa boş. Hüseyin qaydan zərbəni düzgün endirə bilmir. Rami
Topa çatsa da Fuad imkan vermir. Top meydanda qalsın. İskəndər. Oy oy oy, gözəl çəkir vurur amma Ali yenidən əlin səhvini sığortuluyor. Vali Səbid İskəndər bu dəqiqələrdə. Soxdan zərbə qapı dirəyinə düşkəlir. Az qalsın hesabı 3-1 olurdu. Bir də imkan vermir. Amin. Muxtardan riskli hərəkətlər. Top Kanes komandasında qalır. Türmə Elnonun zərbəsi alınmır. Əşdüzün, Fuad. Ravi gözəl paslaşırlar. Fuad. Ay ay ay, az fərqlə çölə gedir top. Elnur. İskəndər keçidi alınır, amma arxadan müdaxilə var. Sərbəst zərbə qeydə alır hakim. Sarı vərəqəyə göstərir hakim. Bu aleyhə. Niyəcək, ötürmə gözəl idi, amma zərbəsi alınmır Elnurun. Güzel düşünülmüş hücum idi bu. Əsəbləşir İskəndər. Üçün əsəblərin ucunu olaya bilmir. Mərkəzdə Hüseyin, qayda pozuntusu qeydə alır hakim. Vali ötürdü. Fuat'da top. Fuat'dan alırlar topu. Əşicun gözəl ötürmə Sənana. Sənan eləyəcək. Ay ay ay. Az fərqlə çölə gedir top. Time-out götür Qarabağ komandası. Time-outdan sonra görüşərik. Time-outdan sonra oyun yenidən bərpa olunur. Hesab hələ 2-1'dir. Ali. Ali ilerleyir ve hakim sərbəst zərbə qeydə alır. Sənanın sürüşmə fəninə görə. Türmə zərbə istədiyi kimi alınmadı Muxtarın.
Və Muxtar hesabı 3-1 eləyir. Komandasını 2 top önə keçirir Muxtar. İki nəfərin arasında sığınmağa çalışır. Fuad imkan vermir İskəndərə. Mərkəz ötürmə. Fuad top itirir İskəndər. Çəkir. Komanda yoldaşı boşdur Rəşad. Yenə İskəndəri görə bilər, amma yeni fikirləşmirik Rəşadla. Rəşad top itirir. Uzun ötürmə. Qeyri-dəqiq. Valih topu çəkir. Muxtar mərkəzinə irəliyir. Ötürməsi alınmır. İskəndər. Boş. Zərbəsi əli imkan vermir. Rəşad sürüşür. Önə gələn yeni xəbərlərə görə Rövsan komandası bugün finalda məğlub olub. Təəssüflər olsun ki, uğurlar arzulayır Rövsan komandasına. Uzun ötürmə. Mərkəzdən birbaşa zərbə alınmır Davidən. Elçin topu oyuna daxil edir. Elnur. Rəşad. Fuad imkan vermir. Zərbə. Qapı dirəyi. Topu Ravinin yanından qapı dirəyinə dəyib meydanı tərk edir. Bəxti gətirir Kanes komandasına. Uzun ötürmə. Topu əliyə qədər gəlib çatır. Tələsmirəli. Təbii ki, tələsməyə bir səbəb yoxdur. Riskli hərəkətdə 3 nəfərin arasından çıxa bilmir. Zərbə qüvvətli, amma dəqiq deyil. Qapı boşdur. Hər iki qapıcı riskli oynayır. Muxtar! 4-1 eləyir hesabı Muxtar. Müddəti tükənir artıq Kanes komandasının. 3 xala çox yaxındır Qarabağ komandası. Ravi keçir, ötürür Fuada, amma top meydanı tərk edir. Qapı dirəyi, yerindən qapı dirəyi. Muxtar. Topu itirir Vali, amma top nəzarətindədir. İskəndər. Mid qolu gələ bilər, amma imkan vermir Əli. Əks hücum. Çünkiyə. Hüseyin topu çəkə bilmir.
Muxtar tələsik zərbə vurur. Komanda yoldaşları boş idi. Ötürmə alınmır. Qapıçıdan digər qapıçıya. İskəndər çəkir, gözəl keçid. İskəndər tək qalmışdı. Evet, alınmır Kanets komandasının oyunu ikinci hissədə. Muxtar. Boşlu Fuad. Ona da ötürür. Ravi. Çox mənasız bir zərbə gəlir Ravidən. Fuad. Hami qabağında Fuad. Əli. Hüseyin başlı. Və ikinciden zərbəni Qarabağ komandası yerinə yetirəcək. Alınmı zərbəsi. Vali alladı rəqibini. Ravi bu dəfə də alınmı. Rahatçılıq var Qarabağ komandasında elə ki. Top Kanets komandasında İskəndər. Ne inir İskəndər? Onun öz komandasında qalır hələ ki top. Vali hələ keçir topu. Qabağında İskəndər çəkir. Bitirməsi amma rəqib alınır. Elnur. Fərqlə qapıçıya dayan top çölə gedir. Əli yenidən qapısını tərk edir Əli. Fuad ötürməsi alınmır, top İskəndərdə qalır. Və çox mənasız zərbə gəlir Nüsrətdən. Vali həlidən ötürmə, çəkir. Digər Kraya. Ravi Hüseynə, gözəl ötürmə, Ravi və gözəl qolu imza atır Qarabağ komandası. Sükut çöküb elə ki meydançaya. 5-1 olur hesab. Artıq demək olar ki 3 xalı aktivinə yazdırır. Qarabağ komandası. Sənan Əli imkan vermir, hələ ki yaxşı çıxış edir Əli. İskəndər Elnur bu dəfə də Vali imkan vermir. Güzel oynayır Vali bugün. Gözüm dəydi sıra hazır. Və tez yerə yıxılır Əli. Sənan hesab arasındakı fərqi 3-ə indirir. 5-2 olur hesab. Və Şamil yeni oyuna daxil olmuş. Şamil imkan vermir. Sonra bu dəfə də Vali.
Bu da vədə səhv. Bəli, gözəl çəkir topu. Ötürür Şamilə. Mərkəzdə Ravi boşdur. Ravi Şamil paslaşması. Ötürür Muxtara. Gözəl hücum, amma İlhami imkan vermir bu hücumun qolla yekunlaşmasına. Ravi çəkir. Bir də çəkir, amma zərbəsini qapıya tuta bilmir. İlhami. Şat. Türmə. Sənan. Yenidən hesab arasındakı fərqi 2-yə endirir. Rəsməli Kanes komandası dəqiqələr azdır, amma heç elə görünmür. Sanki müddəti çoxdan tükənib. Var. Yine Rəşad. Ravi bomboş. Hüseyin. Ay. Düz qapısının üzərinə vur Hüseyin. Sənan. Bu dəfə istədiyi kimi alınmır Sənan zərbəsi. Hüseyin boşda qalan topu ələ keçirir, amma İlhami yenidən imkan vermir. Artıq müdafiəyə kömək edir İlhami. Hakim ikinci əzədən göstərir. Keçid İlhamidən. Hakim qayda pozuntusu qeydə alır. Sənan topun arxasındadır. Qapı boş. Hakim oyunu yekunlaşdırır. 5-3 hesabı ilə Qarabağ komandası qalib gəlir. Hər iki komandaya bundan sonra uğurlar arzulayıram. Sağ olun, salamat qalın.